Yəni baxın, onda deməli yol boyunca çıxan kiçik-kiçik problemlərə Əlbəttə ki, mən öz toplandı. xırda-xırda reaksiyamı verməli idim əslində. Daha gözəl olar. Mənim yanaşmamdır. Yəni insan ola. Çünki özümdən də bilirəm, şəxsi də baxıram ki, nəyə ki vaxtında reaksiya vermirəm. Əvvəl axır yadıma düşür o mənim sonra. Qadınlarda belədirsə 5 il sonra da olsa yadımıza düşəcək ki, lanjey olmuşdu. Yaxşısı budur ki, yəni demirəm o dünyanı durdurun anında deyin ki, amma tutaq ki ortamdasınız. Sakitliyə düşən kimi deyin ki, məsələn belə bir şey oldu. Nəyin ki onu içimə atdım. Sonra da çox aidiyatsız yerlərdə biz o partlamanı yaşayırıq deyə. Bu dəfə ümumiyyətlə yəni qarşı tərəf yenə deyirəm xüsusilə bir kişi yenə bizi başa düşmür ki, niyə yaşadı da partlama. Yəni çünki onların zehni daha belə direkt işləyir də, daha düz bir mexanizma ilə işləyir də. Siz ona yəni çox çətindir onun üçün doğrudan başa düşmək ki, 3 il əvvəl falan şey olmuşdu. Dünən də onun ardı oldu. Məsələn, mən ona görə bu gün beləyəm. Amma bu nə dərəcədə düzdür? Məsəl üçün biz keçən dəfə biz qohumlarla danışırıq, deyir ki, baldızı qardaşından soruşur ki, nə üçün gəlin uşaqları anamıza göstərmirdi? Deyir 5 il bundan qabaq nəsə bir hadisə olub, indi onun yadına düşüb və indi o söhbətin ardına aparır. Bax indi burada əslində qadın da 5 il bundan qabaqki söhbəti niyə açsın? Açıbsa kişinin reaksiyası nə olsun? Bax buradakı vəziyyəti necə düzgün idarə etmək olar? Baxın, biz bayaq ən başlayanda mən belə bir şey dedim ki, bax konflikt var da, düzdür. Bəzi insanlar ümumiyyətlə, yəni problemi çözmək üçün yaşamır ki onlar. Yəni onlar məsələn onun davası tutaq ki, problem üzərindən deyil, onun davası şəxsiyyət üzərindəndir. Baxın, məsələn çox bəsit bir nümunə cütlüklər gəlir, tutaq ki, deyir ki, problemimiz var. Nədir problem? Məsələn maddiyyatdır. Tutaq ki, biz istəyirik ki, evə ayda 500 manat artıq girsin. Problem budur əslində. Amma sonra baxırıq ki, bu cütlüyün münasibəti get-gedə korlanır. Nəyə görə korlanır? Çünki başlayırlar bir-birlərinə şəxsi ataklar etməyə, hücum. Məsəl üçün o deyir ki, sən çox xərcləyirsən deyə biz bu gün deyik. O birisi deyir ki, sən də yaxşı kişi olaydın, belə qazanaydın. Baxırsan ki, problem qaldı qıraqda. Problem başqa şeydir. Problem o 500 manatı qazanmaqdır. Yəni mən həmişə proqramlarımda xanımlara belə bir məsləhət verirəm. Deyirəm ki, partnyorunuzla əməkdaşlıq edin. Yəni birləşin, eyni cəbhədə savaşın problemə qarşı. Nəinki problemi qoyuruq biz qırağa, başlayırıq bir-birimizə qarşı ki, sən elədin, o deyir ki, yox sən belə elədin, mən deyirəm ki, sən məndən də betərsən. Başlayırıq biz bir-birimizi didməyə. Baxın, orada məsələn sizin nümunənizdə kim bilir, yəni nədir də o məsələ, düzdür? Yəni fərqi yoxdur, bu böyükdür, kiçikdir və s. Amma bir hansı insan ki, doğrudan da deyir ki, tamam da oldu, nəsə oldu, bitdi, biz onsuz da boşanmışıq, ayrılmışıq və s. Mən yoluma davam etmək istəyirəm. Yəni problemsiz həyat istəyən insan doğrudan da yəni bir şəkildə deyir ki, tamam. Çözüm getsin, yəni maraqlı deyil. Bir də var ki, mənim məsələn sizin şəxsinizlə artıq, yəni hansısa bir formada mən istəyirəm ki, bizim o ünsiyyətimiz qalsın, hətta o dava-dalaşla da ola bilər, fərqi yoxdur. Mən artıq orada sanki biz coachlar bunu çox tez istifadə edirik. Problemi sevən insanlar deyirik, yəni problemi ilə qucaq-qucağa yaşayan insanlar deyirik. Çünki sanki o da olmasa mənim həyatımda başqa bir adrenalin, başqa bir həzz ala biləcəyim bir şey yoxdur.